Maşallah çox geniş evimiz var. Xoş gəlmisiniz, xoş Amir gəlmisiniz. Qasımov, təzə gəlin var bu evdə, qırmızı bağlanıb. Hə, bu yaxın, yox, təzə deyir, çox uzun müddətdə deyir bu. Olar da bir 4 il. Hə, 4 il olar, yəni yaxın müddətdə. Amma hələ də qalıb qırmızı ev. Yadigar saxlayırlar. Nə gözəl, nə gözəl. Necəsiniz Qasımov, nə var? Çox sağ olun, çox sağ olun. Allah sizə ömür versin, çox sağ olun. Həyəcan var? Çox. Çox həyəcanlısınız, özünüzdən görürəm. Yaxşı, çox sizi yormayayım. Nə planınız nədir, menünüz nədən ibarətdir? Mən istəyirəm ki, Günlara xanım, bu qonaqlarımıza mən deməli, paytaxt salatı hazırlayam və rayondan, Saatlıdan kəsib gətirdiyim çəkisi cəmi cümü 11 kiloqram olan bir quzunun, Ayalı körpə, yazıq. bir quzunun kababın Desertdə? və desertə qoz ləpəsinə hazırlanmış tort. Mənim süfrəmin açılması və yeməklərimin çeşidi, yeməklərimin keyfiyyəti, hər şeyi ürəyimcədir. Yəni ürəyimcədir və qonaqlarımı da ürəklə qarşılamışam, ürəklə də yola salacaq. Xoşum gəldi sizdən. Bax, xoşum gəldi. Adam özündən uverinin olmalıdır, necə deyirlər? Bəli, bəli. İnam. İnamlı olmalıdır. Bəli, özünə inam olmalıdır. Gedək mətbəxə. Gedək. Mətbəx çöldə deyildi, içərdədir. Bəli, içərdədir, bəli. Həyəcanlısınız. Çox. Sən canım, niyə? Nə bilim, bizim nasıl? Rəngimiz belə bir siz necə olur? Hə. Əlcələriniz əladır. Dərinə nəfəs alın, Qasım müəllim. Hər şey yaxşı olacaq və buyurun işə, buyurun başlayın. Biz bilmirdiniz ki, hələ həmişə gedib yeyib içməyə getməyəcəksiniz. Bugün sizi də gözləyir, siz də qonaqlıq verməlisiniz. Danışmayın. Demək, ilk öncə biz paytaxtda qapını bağlayıb, külək vurur, qapını yaman cırıldanır. Ay sağ ol, başımız sakit olsun. Qasım müəllim, paytaxt salatı, oyunu qış eyvampadır. Birinci dəfə də görürəm, papağı da var, gülü də var. Necə qeyri-adi toxuyublar onun papağını geyimini. Qasım müəllim, birinci paytaxt salatıdır da. Paytaxt salatına gedir yaşıl noxud, duzlu xiyar, kartof, yumurta, kök, təzə xiyar, bir də ətdən olacaq. Soğan da qatırsınız. Bilmirəm niyə, amma mən 100% bilirdim ki, siz paytaxt salatı hazırlayacaqsınız. Çünki saatlı, mütləq əgər qonaqlıq varsa, məclis varsa, toy varsa, nə varsa, mütləq paytaxt salatı olmalıdır. Düzdür, elədir. Qabaqçıdan kim qaynadıb bu laysin üçün qoyub? Yox, adam professionallar paytaxt salatını hazırlayanda kartofu artıq qabığını soyurlar, doğrayırlar. Sonra doğranmış vəziyyətdə qoyulur, onu qaynamağa ki, əzilməsin. Mən məsələn, o gün evdə paytaxt salatı elədim. Mənim həyat yoldaşım çox sevir paytaxt salatını. Mən də çalışıram, onun bütün istəklərini, əlbəttə ki, nə qədər işim olsa da yerinə yetireyim. O məndən paytaxt salatı istədi. Nəysə, əlimin altında soğan var idi, bu yaşıl soğanda. Götürdüm, doğradım, qatdım o salatı. Dedim ki, daha tamlı olar yəqin ki. İnansınız ki, yemədim. Dedi ki, Gülü, bir də xahiş edirəm, paytaxt salatı hazırlayanda onun içinə soğan qatma. Bilmirəm, deyir, o bütün dadını, paytaxt salatının dadını itirdi. Nəsə belə, biraz suyu çıxdı, suluğunu bəyənmədi. Ondan sonra mən daha soğanı görəndə fikirləşirəm ki, mən heç vaxt o paytaxt salatına qatmarım. Siz qatdınız, özü bir şey doğruyursunuz. Səliqəylə. Özüm də səliqəliyəm. Bilirsiniz necə də, institutda oxuyanda tələbə vaxtı biz mən özüm TUS adına indiki keçmiş Lenin adına pedaqoji universiteti qutarmışam. Onda mən bir qohum əqrəbi ilə bir otaqda qalırdıq da. Onların yeməklərin hamısını mən bişirmişəm. Nə danışsınız? Valla hərdən də onlara rast düşəndə yaxşı vəzifələrdə işləyirlər. Allah ömrünü uzun eləsin. Deyirəm ki, məndən halallıq alınlar. Mən sizə düz 4 il pol işləmişəm. Qasım, nə bişirirdiniz? Kiftə bozbaş pişirə bilirsiniz? Kiftə bozbaş pişirirdim, ondan sonra doğğa pişirirdim, aş pişirirdim. Kaş kiftə bozbaş pişirərdiniz. Necə istəyirəm kiftə bozbaşı mən. Valla ürəyimdən keçdi, amma nə bilim. Özdə kiftə bozbaş bizdə olmuyor var qonaqlıqda. Doğrudan mı? Qasım, yəni siz seyidsiniz. Bəli. Necə gətinizə qoyun. Uşaqlıqda da elə işitmişik də. Qasım, siz Saatlıda yaşayırsınız. Bəli, özüm Saatlıda yaşayıram. Deməli, özüm Saatlı Peşə Liseyində müəllim işləyirəm. Kitabım çap olunub, ondan sonra. Biz Saatlıya istədik gedək, sonra dedik ki, əşirdə yol ölçməyək. Elədir. Bura Məşdağadır, Məşdağda qızınız qalır, elə? Bəli. Qızınızın evidir. Nə fərqi var ki? 4 qızım var, oğlum yoxdur. 4 qızınız var. Bəli, 3 gün köçürmüşəm, 2 də Maşdağadadır. Amma nədənsə valideynlər, indi mən anamdan da çox eşidirəm, hamısı deyir ki, adama qalan qızdır.
Mən dünyanın ən xoşbəxtiyəm Gülnara xanım. Adama qalan qız, hamı onu deyir, oğlanın öz yeri var, amma adama qalan qızdır, anaya da, ataya da qız, qız yanıcı olur, qız daha, oğlan satqın şey, satqın da, evlənir və çıxır gedir artıq. Bəli, Gülnara xanım, xatırladıram ki, mənim demək, bu yaxında ikinci nəvəm olub. İkinci nəvəm olub və bugün də mənim həyat yoldaşımın ad günüdür. Nə danışırsınız? Bəli, bax bugün təsadüf. Sizi hardasa yaxşıdır, niyə? Ayrıca qonaqlıq verməyəcəydiniz, bir bizim üçün, bir də yoldaşınız üçün. İki qonaqlıq bir arada. İkisi bir arada, yüngüllük olacaq və bugün işliyimə görə kabab olacaq, quzu kəsmisiniz. Bəli, saatlə gəlsəydiniz ayağınızın altında kəsərdim. Siz orada quzun kəsmisiniz doğru? Hə, valla yox, o kəsib, prosta oradan bura gətirmək belə. Vasif bugün. Bizə saxlasalar olsun. Mənim üçün noxud saxladı, çoxlu yaşlı noxudlardan. Çox sağ olun. Noxuddan sonra adamın halı pis olur. O qədər xoş istəyirəm, yiyəcəm. Çox sağ olun ki, saxladınız bu mənim üçün. Bəli, sizin saxlamışsınız. Salatımız hazır. Bəli. Qalır kebab. Ətimiz hardadır, çöldə? Bəli. Kəsmişimsə doğramısınız? Bəli, doğramışım. Şişlər bəs? Şişdə hələ keçirtməmişik. Ayaq üstü onu. Mən gələndə civan böyründə orada parıldayan bir tort gördüm. Hə? Canım, burada üz vurmadı. Sən can kimin tortuydun? O rayondan pişirib gətirirmişəm. Rayondan? Sağlıqdan. Bakıda 6 tort pişirəm. Yox, özüm istədim ki, orada özlər pişirsin. Qəşəng pişiriblər. Mən girən kimi gördüm, par yanır tortda. Bəli, görərsiniz inşallah. Gedək kebab çəkək. Yox, tortdan danışır. Tortdan danışırıq. Araya söz qatmayın, hə? Yox, düzdür, özüm pişirməmişəm. Açılır. Ay, noxud da düşdü. Evdə ailə uşaqlar pişirirlər. Belə də indi bizdən nöqsan tutsuz, Gülnara xanım, bu eyibdir, amma qadınlardan nöqsan tutmaq biraz eyibdir. Çünki biz bacardığımızı eləyirik. Bax, siz mənə bu noxudu verdiyiniz üçün, mən həm də ki, bir tərəfi yerim olduğumuz üçün, Allah sizə ömür versin. mən bugün sizi iştirakçılara satmayacağım. Çox sağ olun, çox sağ olun. Gedin gəl yanam, nə baxırsan yanay. Siz mi qəsmən? Qız saldın məni ofsuna, səndən ayrıla bilmirəm, yardan ayrıla bilmirəm. İndi gəldiniz baxırıza güləcək. Evdə yal dillə sən al, ölür gülməklə, oxuma, qurban səsin yoxdur. Deyirəm, belə iştirakçılar deyir ki, nə qəşəng səsi var, deyir, sənə lağa qoyurlar. Yox, duymur Qasımın səsi. Yox, səssiz də var, həm də Gülnara xanım, siz musiqini bilirsiniz. Siz kameratan verilişdən falan da mən bilirdim. Onda bir Qasım müəllim, İslam, çək məni. Gəlin artıq faldıza baxıllıq eləməyə başlayıb ha. Başa düşmədim, mən oxumaqla nə olasıdır ki, çörəklərlə almayacaq. Qasım müəllim, bunları yəqin ki, o qonaqlar pişirənə yaxın ocağa qoyacaqsınız. İndidən soyuyar ki bu. Yox, biz onu pişiririk, qazana qoyuruq, közün yanına qoyuruq. Baxın, kebabçılıq gətirməmsiniz? Yox, özüm pişirəcək valla. Kebabçılıq yoxdur orada? Yox, özüm. Elə bil var kimsə. Yoxdur. Yox, özüm. Kebab da pişirə bilmirik, rayon adamıyıq. Yaxşı, eləyin. Bu sizi burada qabaqcadan artıq görürəm. Xiyar pomidorunuzu da doğrayıblar, turşularınızı da hazır qoyublar. İşiniz bugün çox çətindir Mirqasım müəllim. Nətər yoruldunuz siz, nətər yoruldunuz? Çox yorulmuşam Gülnara xanım, çox həyəcan keçirirəm ki, görəsən iştirakçıların, qonaqların... Ən çox kimdən qorxursunuz düzünü, Gültəkindən? Of, elə qorxuram Gültəkin xanımdan. Çünki bu 4 gündə o kiçik bir nöqsan belə onun gözündən qaçmır. Miran xanım, dünən də siz əsəbləşdiniz ki, Gültəkin xanımın üstünə çox getdilər, hə? İştirakçılar elə sizin fikrinizcə, yoxsa? Hə, çox. O düzgün iş deyildi birinci. Onda heç bir, necə deyirlər, müsbət, Allah tərəfindən Gültəkin xanım çox əziyyət çəkmişdi bu qonağa məcbur. Əziyyəti bilmirəm, bilirəm ki, xeyli Gültəkin xanım xeyli xərc çəkmişdi. Əziyyətini deyə bilmərəm, amma xərc əməlli başda çəkmişdi. Mən hələ hesabladım, nə bilməyəm, nə qədərə gəldi, çıxdı. Çünki o qablar hamısı qonaqlıq üçün alınmışdı. Hamısı. O ki, orada burada danışırdı, belə, mən belə sizin. O fikirləşdi ki, mən
danışmağımın qabağında gəlib bunları göstərim. Qəşəng qaşdı-maşdı qablar almışdı. Onların da qiyməti falan qədərdir. Bəli, onu da başa düşmədilər iştirakçılarımız. Qaşdı-maşdı qablar qoyacaqsınız bu gün? Yox, mən sadə, valla nə deyim, o cür mən gücüm çatmaz o cür qaşlı qablar almağa. Nəyim var onu görəcəksiniz. Amma deyəcək ki, siz mənə 1 manatlıq qabda yeməyi verdiniz, 2 manatlıq çaşkada və 5 manatlıq şokoladla. Mən birinci dəfə də işitirəm belə ay kişinin o. Səliqəyə görə, təmizliyə görə dava döyərəm. Amma manatdan söhbət gedəndə... Bu dəhşətdir də, görürsünüz, bunu belə çəkirlər ki, burada çiğ olmasın. Yəni, ət düz çəkirlər ki, ətdə məsələn qalmasın da, ortada belə içərisində çiğ qalmasın. Amma bərk olmayacaq, hə? Yumuşaq olacaq. Yumuşaq, yumuşaq. Ay, yenə də xoş gəlmişsiniz, yenə də xoş gəlmişsiniz, yenə də xoş gəlmişsiniz. Yuxuda gedirdim Təbrizə sarı. Yollarda fikrimi azan görmüşəm. Şah babam Bağdadda əli qılınclı, dərdini daşlara yazan görmüşəm. Sözü düz deyərdi həmişə üzə, zülümdən əllərim vurardı dizə. Xaqani Şirvandan köçdü Təbrizə, orada öz qəbrini qazan görmüşəm. Əkdiyim ağacın görmədim barın, çoxları itirdi namusun arın, sapı bizdən olan küt baltaların, tarixin yazdığım pozan görmüşəm. Uca qamətini əymə Mir Qasım, sızlayan yarama dəymə Mir Qasım, aşıq paltarını geymə Mir Qasım, səni dərd əlindən ozan görmüşəm. Bura marşı Əyləncə, əyləncədə saz var idi deyəni mənim ürəyimcə oldu. Əyləncə mənim canım ciyərimdir. Ona görə ki, orada saz var. Əyləncə mənim xoşuma gəldi, ürəkdən oynadım. Əyləncə həqiqətən çox xoşuma gəldi.
əyləncə çox maraqlı idi. Mənim üçün çox gözəl oldu. Öz rəqsimizi də nümayiş elətdirdik. Yadımdan biri gəzirdi. Əyləncə maraqlı idi, çox əla idi. Xoşuma gəldi, belə qəşəng. Bugünə kimi evdə olan əyləncələrdən məncə ən qəşəngi Mirqasım müəllimdə idi. İndi də keçirik disetə. Disiyete keçməmişsə qabaq gələ bir barışaq. Nə tər dedim. Sağ ol canım, sağ ol. Sağ ol. Bir də sənə öpürüm. Andıra qalmışsın, yaxşı yumuşaq öpürəm. Sağ ol, sağ ol.